AI-92 markalı benzinin və dizelin tarifləri müəyyənləşdirilib. Yeni Sabah məlumat verir ki, Tarif Qiymət Şurasının qərarı ilə Azərbaycanda bir sıra məhsul və xidmətlər üzrə güzəştlər tətbiq edilib, qiymətlər müəyyənləşdirilib. Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınmalarının dayanıqlılığının, sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi, qabaqcıl beynəlxalq tələblər və təcrübə nəzərə alınmaqla bu sahədə fəaliyyət göstərən daşıyıcıların işinin səmərəli təşkili məqsədi ilə 2025-ci ilin sentyabr ayında müvafiq fərmanla İctimai Nəqliyyat Məqsədli Büdcə Fondu yaradılıb. Fondu formalaşdıran mədaxil mənbələrindən biri kimi avtomobil benzininin, dizelin və maye qazın hər litrinə görə yol vergisinin fonda köçürülən hissəsi müəyyən olunub. Qanunvericiliyə edilən dəyişikliyə əsasən, yanacağın hər litrinə görə yol vergisi 7 qəpik müəyyənləşdirilib. Bununla bağlı Tarif Qiymət Şurasının müvafiq qərarı ilə AI-92 markalı benzinin 1 litrinin qiyməti 1 manat 10 qəpikdən 1 manat 15 qəpiyə, dizelin 1 litrinin qiyməti isə 1 manatdan 1 manat 10 qəpiyə dəyişdirilib. Yanacaq tariflərinin müəyyən hissəsi İctimai Nəqliyyat Məqsədli Büdcə Fonduna yönəldilməklə əhaliyə daha keyfiyyətli nəqliyyat xidmətlərinin göstərilməsinə, ərazinin perspektiv inkişafı nəzərə alınmaqla yol hərəkətinin bütün iştirakçılarının təhlükəsizliyinin təmin olunmasına, ümumi istifadədə olan nəqliyyat xidmətlərinin keyfiyyətinin, dayanıqlılığının və əlçatanlığının artırılması məqsədləri üçün istifadə ediləcəkdir. Tarif dəyişikliyindən sonra da AI-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətləri əksər ölkələrlə müqayisədə yüksək deyil. Qərarlarla Tarif Qiymət Şurasının rəsmi saytının Şuranın qərarları bölməsində tanış olmaq olar. Qərarlar 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minir.